Bəzi torpaqlar yalnız coğrafiya deyil, sözün, düşüncənin və yaradıcılığın mənbəyidir. Qərbi Azərbaycan elm, ədəbiyyat və incəsənətə töhfə vermiş bir çox şəxsiyyətlərin yetişdiyi məkandır. Bu bölgədə formalaşan mədəni mühit insanların düşüncə dünyasını zənginləşdirirdi. Söz, musiqi və elm burada gündəlik həyatın bir hissəsi idi. Bu mühit bir çox istedadların yetişməsinə şərait yaratdı. Torpaq təkcə geoloji bir anlayış deyil, fiziki anlayış deyil. Bu eyni zamanda tarixdir, mədəniyyətdir. Bu lay-lay tarixdən gələn dəyərlər kompleksidir. Və o xalq ki, hansısa bir torpaqda min illərlə yaşayır, nəsil və nəsil orada o torpağa bağlı olur. O xalq mütləq böyük şəxslər yetirməlidir. Oradan olan bir 10-15 adamın adını çəkmək lazımdır ki, Azərbaycan cəmiyyətində o torpağın kimlərin yetişdirdiyinin bir fərqində olsun. Aşıq Ələsgər, Azərbaycan ədəbiyyatının çox möhtəşəm zirvələrindən biri. Onun ustadı olan Aşıqalı. Hamısı həmin torpaqda yetişən insanlardır. Həmin torpaqdan olan Əliyev qardaşları. Ulu Öndər Heydər Əliyev Azərbaycan tarixinin ən möhtəşəm zirvələrindən biri. Yeni Azərbaycanı yaradan, bugünkü Azərbaycan inkişafının ana xəttini müəyyənləşdirən şəxs və onların ailəsindən 4 akademik çıxıb. Bunun özü həmin potensialı göstərir. Mənə digər bir millətdən bir ailə nümunəsi göstərin ki, orada bir evdən 4 akademik çıxar. Həsən Əliyev, Cəlal Əliyev, Aqil Əliyev, Rəfiqə xanım Əliyeva və Ulu Öndərin böyük qardaşı Hüseyn Əliyev çox görkəmli rəssam olubdur. Qərbi Azərbaycandan çıxmış bir çox şəxsiyyət elm və maarif sahəsində mühüm rol oynamışdır. Onlar müəllim, tədqiqatçı və maarifçi kimi cəmiyyətin inkişafına xidmət edirdilər. Bugün 29,9 min kvadrat kilometr ərazi, hansı ki, tarixi Azərbaycandır. Azərbaycan tarixinin bir hissəsidir. Amma tarix elə gətirib ki, bugün orada başqa bir xalq təqribən 200 il bundan əvvəl kütləvi surətdə köçürülərək, sonradan isə yerli xalqdan, Azərbaycanlılardan təmizlənərək orada bir erməni dövləti yaradıblar. Həmin o kiçik torpaq yüzlərlə, minlərlə dəyərli insanlarımızı yetiribdir. Və bu siyahı uzana bilər. Bugün paytaxtımızda, regionlarımızda bizim çox sayda belə insanlarımız yaşayırlar. Onlar ziyalıdırlar, onlar təsərrüfat işçiləridirlər, onlar sadə Azərbaycanlıdırlar, onlar Azərbaycanın yaxşı vətəndaşlarıdır. Və həm 1-ci Qarabağ müharibəsində, həm Vətən müharibəsində əslən oradan olan minlərlə gəncimiz döyüşlərə getdilər, şəhid olanlar var, tanınan var və bugün Azərbaycan əskərinin igidlik simvolu sayılan Natiq Qasımov, hansı ki, ermənilər onu tutub Xankəndində gəzdirəndə o Azərbaycan bayrağını əlindən yerə qoymadı. Həmin Natiq Qasımovun da əsilləri Qərbi Azərbaycandandır. Ədəbiyyat bu torpaqlarda xüsusi yer tuturdu. Şairlər və yazıçılar insan hisslərini, həyatı və yaddaşı sözə çevirirdilər. Onların yaradıcılığı bu bölgənin ruhunu yaşadırdı. Qərbi Azərbaycan ziyalısı deyəndə, İrəvan ziyalısı deyəndə orada bir çox adamların adı yada düşür. Məsələn, onlardan biri də Heydər Hüseynovdur ki, Azərbaycan fəlsəfəsi elminin banisi sayılır. İlk akademiyanın vitse-prezidenti olub. Ancaq necə bir acı taleyi yaşayıb. İrəvanda doğulub. İrəvanda onun atasını, qardaşını qətlə yetiriblər və ondan sonra ailəsi gəlib İrəvandan Bakıya. Bakıda az bir müddətdə 10 yaşında ilk dəfə məktəbə gedən Heydər Hüseynov 42 yaşında akademik kimi intihar edib. Yəni belə insanlar çoxdur. Ziyallıq məfhumu İrəvanla çox
bağlıdır. İrəvandan çıxan ziyalılarımız var ki, həqiqətən də nəinki Azərbaycan səviyyəsində, dünya səviyyəsində böyük bir insanlar olublar. Məsəl üçün, elə Əziz Əliyevi götürəndə bizim dövlətçiliyimiz tarixində onun nə boyda böyük rolu olub. Bizim Topçubaşov kimi tibb sahəsində böyük bir alimimiz olub və s. Yəni bunlar hamısı göstəricilərdir ki, biz İrəvanı və İrəvan ziyalılarının kökünü axtarıb tapmalıyıq. Onların səcərələri ilə maraqlanırıq. O dövrün ziyalıları bax bugün bizim yetişən ziyalılarımızın kökündəndirlər. Onların qoyduqları ənənəni biz indi davam etdirməliyik və edirik də. Qərbi Azərbaycanın yetirdiyi alimlər, sənətkarlar, aşıqlar və yaradıcı insanlar yalnız öz dövrünün deyil, gələcək nəsillərin də düşüncəsinə təsir göstəriblər. Onların yazdığı əsərlər, yaratdığı musiqilər, söylədiyi fikirlər bir xalqın mənəvi dünyasını formalaşdıran dəyərlərə çevrilib. Çünki həqiqi irs təkcə daş abidələrində yaşamır. O, insanların dilində, musiqisində, yaddaşında və yaradıcılığında yaşayır. Şəxsiyyətlər gedir, amma onların yaratdığı iz qalır. Söz, fikir və sənət zamanı aşan bir yaddaşa çevrilir. Yaddaş insanlardan başlayır və mədəniyyətlə yaşayır.